Mən qürbətən ilə Allah xatir. Gəl dedim Akşinin yanında olum. Başa düşdün? Kərimə güya ki, Kərim bunu təklif, yəni müğənnidir, bu meyxanada, yəni mənim sənət yolu yanında olub. İkinci də şans verdim. Üçüncü də sən gedə tullan, sən kim, mən kim, ha? Başa düşdün? Bizim aramızda böyük fərqlər var. Sən özün qəşəng bilirsən nə fərqlər. Başa düşdün? Üçüncü də görürəm Nəfəs xanım, mən o qızın doğrudan xoşum gəlir oxumağından, bəyənirəm, yəni Allah yolunu açıq eləsin. Amma görürəm onu da yoldan şeyli ki, Brilliant xanım, nə bilim, nömrə 1, nə bilim, sən birincisi Nəfəs xanım gərək özü cavan müğənni kimi deyəydi ki, Brilliant xanım elə show biznesinin brilliantıdır. Biz də gələcək üçün çalışacağıq ki, inşallah, yəni sənətkar olaq, başa düşdün? İndi cavandır da, ev yoxdur, onun Nəfəs xanım başa düşürəm, xanımdır, mənim onunla işim yoxdur. Nömrə 1 zat söhbət eləyir. Qalsın nömrəyə, Akşin, sənin elədiyin hərəkətlərə görə, sənin nömrün mənim yanımda. Bir zat dövsən, nömrə 1 dövsən. Mənim o yanımda, sənin nömrün bu 0'dır. 0 bax elə. Başa düşdün? Mənim nömrəm də açıqdır, belədir ki, Akşin, yəni, Akşinin gəlirəm, istəyə bilərlər, sənəti, mən sənətinə qulaq asıram, doğrudan xoşlayıram, oxumağı izadı. Amma hər şey oxumaq deyil, mənə onu oxumağı lazım deyil, ha. Yaxşı sənətkar ola bilərsən, yaxşı oğlan olmalısan. Oxumağa qalsa Allah şükür, Nami Qaraçuxuru, yəni pik nöqtədədir. Amma ki, onda olan sadəlik, onda olan cahillıq, yəni hansı ki, o bir dənə də lazım olar, bu söhbətə qayıtmaq istəsə, Akşin. Mən sənə deyərəm ki, Akşin, o sənə ölümünü aparmışam, qucağımda ev bizə vermişəm. Onu da deyərəm nəyin üstündə olmuşdu, sən özü orada.